maşallah hamınız rəqəmlərlə danışdınız, faktlarınızı gətirdiniz. Amma bir məsələ var ki, mən vətəndaş cəmiyyətinin nümayəndəsi kimi burada iştirak edirəm. Mən heç bir rəqəm sadalamıram burada. Amma hansısa bir, deyək ki, rayonun X kəndində bir xanım, bir ana, evlatları olan ana, onu bu rəqəmlər maraqlandırmır. Onu maraqlandırır ki, mən uşağıma sabah nə yedizdirəcəm, nə içizdirəcəm. Ona görə də burada bir mexanizm dəyişməlidir. Bu mənim fikrimdir, subyektiv fikrimdir. Mexanizm dəyişməlidir. Ünvanlı sosial yardım verilirsə, bu ədalətli və şəffaf olmalıdır. Əgər doğrudan da biz bunu belə deyək, ideal qəbul eləmişiksə, bu ədalətli olmalıdır. Yox, bu əgər özünü doğrultmursa, başqa bir mexanizm seçməliyik. Bəlkə o zaman heç uşaq puluna da ehtiyac olmayacaq, başqa bir şeyə də ehtiyac olmayacaqdır. Ona görə siz iqtisadçısınız, Sahib mənim də hüquqşünasdır, sosiolog burada. Mən də bir vətəndaş cəmiyyətinin nümayəndəsiyəm. Mən daha çox o əhalinin, insanların içində olduğum üçün o vəziyyəti daha çox görürəm. Elə bu son zamanlarda bir 6-7 rayonda oldum, kənd adamlarını gördüm və vəziyyəti mən özüm üçün analiz edirəm ki, vəziyyət nə yerdədir? Və sorğudan da gördüm. Necədir vəziyyət, Nailə xanım? Vəziyyət belə deyək də, yəni ideal vəziyyət olmayacaq, təbii ki, bunu heç mümkün də deyil, amma ən azından minimum yaşayış səviyyəsi olmalıdır. Minimum yaşayış səviyyəsi olmalıdır. Və siz nələr müşahidə etdiniz? Mən öz gördüklərimi deyirəm. Məsələn, kənddə yaşayan insanlar çox əziyyət çəkirlər. Torpağı var, su yoxdur. Torpağı var, suyu yoxdur. Heyvanı var, örüş yeri yoxdur. Ki, aparsın heyvanı orada otarsın. Tutaq ki, ünvanlı sosial yardım almaq istəyir. Pay torpağı var, amma pay torpağında nə var? Quru torpaq yeməyəcək ki, uşaq. Uşağa yemək lazımdır təbii ki. Ona görə biraz məsələyə daha, necə deyim, başqa cürə baxmaq lazımdır. Düzdür, rəqəmlər çox gözəldir. Cənab nazirin də söylediyi rəqəmlər. Üzr istəyirəm. Gözəl deyil, rəqəmlər gözəl deyil. Yəni sizin araşdırmanıza görə həm Seymur müəllim, həm siz öz araşdırmanızı aparmışsınız. Seymur müəllim... Biz buna bağlı araşdırma aparmamışıq. Sadəcə siyasət necə formulyasiya olmalıdır, ondan danışırıq. Amma siz də deyirsiniz ki, sosial araşdırma aparmalıdır. Amma bunların da zamana ehtiyacı var. Mənə elə gəlir ki, müəyyən zamana ehtiyacı var. Siz bir günə və yaxud bir aya bu araşdırmanı apara bilməzsiniz ki. Amma o uşaq gözləmir, böyüyür o uşaq. Çox haqlısınız.